Azərbaycan kinosunun unudulmaz siması görkəmli rejissor və aktyor Ceyhun Mirzəyevin 80 illik yubileyi qeyd olunub. Azərbaycan Dövlət Film Fondunda baş tutan xatirə gecəsində mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları bir araya gəliblər. Özündən çox sənətini sevirdi. Son filmi Fəryad oldu da, bildiyiniz kimi. O filmə gələ bilmədi premyeraya, yəni xəstələndi. Səbəbi də, əsl səbəbi o oldu ki, Fəryad çəkiləndə onun uzun səhnələri vardı, qarın içində uzanırdı və onu deyirdilər ki, daha bu qədər şeydə tez çəkək bunu. Deyirdi, yox, mən bunu hiss eləməliyəm, mən bunu yaşamalıyam, mən xalqıma doğrunu göstərməliyəm. Tədbir boyu Ceyhun Mirzəyevin zəngin yaradıcılıq yoluna nəzər salınıb, onun Azərbaycan kinosuna bəxş etdiyi incilər, xüsusilə rejissoru olduğu Fəryad filmi və canlandırdığı İsmail obrazı minnətdarlıqla anılıb. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub. Çıxış edənlər Ceyhun Mirzəyevin həm peşəkar rejissor baxışından, həm də səmimi insan keyfiyyətlərindən söz açıblar.